Xoruz və padşahın nağılı. Biri varmış, biri yoxmuş. Allahdan başqa heç kəs yoxmuş. Bir də bir xoruz varmış. Bir gün xoruz peyinlikdə eşələnib özünə yem axtaranda bir qara pul tapdı, şad olub başladı oxumağa. Quqquluqu, 5 qəpik pul tapmışam. Padşah xoruzun səsini eşidəndə əmr elədi ki, gedib onun pulunu əlindən alsınlar. Şahını xoruzun əlindən alandan sonra xoruz başladı oxumağa. Quqquluqu, padşah o qədər kasıbmış ki, bir xoruzun puluna möhtac imiş. Padşah buyurdu ki, xoruzun 5 qəpiyini aparıb özünə versinlər. Onda xoruz başlayır banlamağa ki, quqquluqu, padşah nə qorxaqmış. Padşah bunu eşidəndə xoruza hirslənib buyurdu ki, xoruzu tutub öldürsünlər. Xoruzun başını kəsəndə oxudu. Quqquluqu, nə eti bıçaq imiş. Xoruzun başını kəsib onu qaynar suya soxdular ki, tükünü yolsunlar. Qaynar qazanın içində xoruz yenə oxudu. Quqquluqu, nə istihamanmış. Xoruzu qazanın içindən çıxarıb tükünü yoldular. Bişirib qoydular pulovun başına. Burada xoruz yenə oxudu. Quqquluqu, nə böyük təpəymiş. Pulovu gətirdilər padşahın qarşısına. Padşah pulovu yeyəndə xoruz onun boğazında yenə oxudu. Quqquluqu, nə dar küçəymiş. Ondan sonra xoruz getdi qaranlıq yerə, padşahın qarnına. Orada nə qədər oxudusa heç kim səsini eşitmədi.